Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində möhtəşəm bir villanı sizə təqdim edirəm. Yalnız bizim səhifədə, bizim kanallarda görə biləcəyiniz, izləyə biləcəyiniz bir evi sizlərə təqdim edirəm. Masazır qəsəbəsində tanınmış bir ərazidə yerləşir. 11 sot torpaq sahəsində yerləşir. Qiyməti sadəcə dodaq uçuqladan bir qiymətdir, dəyərindən qat-qat aşağı. Sadəcə bu torpağın qiymətindən belə aşağı verir. Burada bir sot torpağın qiyməti 30 min manatdır. Bu 11 sotdur. Hesablasaq 330 min manat. Amma ümumi qiymət isə ev qarışıq, torpaq qarışıq bir yerdə daxil 235 min manata satışa çıxılıb. Çox dəyərindən 3 qat aşağı satılan bir evdir. Bu evə də 250-300 min pul qoyulub. Belə hesablasaq bu torpağın ev qarışıq qiyməti 600 min manatdır. Sadəcə evimiz təmirsizdir. Qara sulaq işləri görülüb, dikt atılıb, döşəmənin diktləri atılıb, elektrik santexnik işləri görülüb və maliyyə vəsaiti çatışmazlığı üzündən evimizin daxili təmiri qalıb. Təkcə Ağlayına 115 min manat pul verilib. Hörmətli izləyicilərimiz, 2 evin, 1 evin pulu təkcə Ağlaya verir. Özdə bahalı, belə deyək, qüsursuz daşdan, qüsursuz Ağlay daşından istifadə olunub. Ləkəsiz, qüsursuz bir Ağlay daşı, divarlar da yarı görürsünüz Ağlay daşdır. Sadəcə maliyyə vəsaiti çatışmazlığı ucbatından evimiz təmirsiz qalıb. Vaxt itirməyə evin daxil hissəsinə keçək, sizlər üçün təqdim edim. Evin daxil hissəsinə keçdim. 12-13 otaqlı bir evdir. Əlavə də artıra bilərsiniz. Birinci mərtəbə 3 metr yarım hündürlüyü var. Döşəmə hamısı yerdən isitmə. Kollektorlarını sizin üçün göstərim. Bax, burada görürsünüz. Kollektor sistemi çəkilib. Bəzi otaqlar var ki, ağardılıb. Sadəcə iş yarımçı qalıb. Birinci mərtəbə bax, bu cür bir otaq. Burada böyük sanitar qovşaq hissəmiz. İşıq yanmır, çox təəssüf. Burada bu cür deyək bir salon hissəmiz. 4 mərtəbə, 4'ü də kolon, monolit üzərində inşa olunub. Burada da bir otaq var. Burada 3 otaq, bir hol. İndi isə 2-ci mərtəbəyə daxil oluruq. Döşümə hamısı yerdən isitməlidir. Xəttlər çünki atılıb. 225 min manata heç bunun torpaq qiyməti eləmir. Qaldı ki, bu evi tikməyə rahat bir 300 min pulun lazımdır ki, bu evi başa, bu vəziyyətə gətirmək üçün. Burada da görürsünüz kollektor sistemi iş gedib. Burada diklər 16'lıq dikt atılıb. Burada da 4-5 otaq yerləşir. Bax, bir otaqlarımızın biri görürsünüz, elektrik santexnik işləri görülüb. Kolon, monolit üzərində inşa olunub. İkinci mərtəbədə olan böyük 50 kvadratlıq salon hissəmiz. Burada sanitar qovşaq, hamam otağı ayrı. Burada da bir otağımız yerləşir. Çox gözəl bir evdir. 3-cü mərtəbəyə qalxırıq. Bundan sonra bir mərtəbə də var. Mansard kimi istifadə olunur. Dikt 16'lıq dikt atılıb. Şəxsi istifadə üçün inşa olunub, hörmətli izləyicilərimiz. Alıb buranı apartman kimi də istifadə edib satmaq mümkündür. Hər mərtəbənin öz balkonu var. Bax, otaqlarımız da geniş. 18 kvadrat, 20 kvadrat, 24 kvadrat. Burada da bir 16 kvadratlıq otaq və bu otağın özünə məxsus sanitar qovşaq hissəsi var. Burada ümumi sanitar qovşaq. Burada bir otağımız 20 kvadrat. Burada 16 kvadrat. Bir yataq otağımız əlavə olaraq hol hissə. İndi isə mansard hissəyə qalxırıq. 4 mərtəbə ev. 225 min manat heç bunun torpağını almaq belə mümkün deyil. Burada da boş mansard 120 kvadrat. Kupçalı, paket kupçalı, şəxsi tikili evdir. İzolyasiya olunub, istiyə soyuğa qarşı davamlı olması üçün izolyasiya olunub. Çox böyük mansard. Geniş, işıqlı pəncərələrə malik. Həm də ki, burada belə bir nüans var, hörmətli izləyicilərimiz. Bilirsiniz də Masazır Duz gölü müalicəvi xarakter daşıyır və Duz yoluna açılan pəncərə bunun belə desək çardaq hissəsindən şiferdir. Çerapitsası çox bahalı bir çerapitsadır. Kombilərin bax yerləri qoyulub.
Elektrik santral işləri görülüb, hörmətli izləyicimiz. Sadəcə ağartma, aboy, qapı işlərimiz, tavan işlərimiz qalıb. Qiymət 225 min manata, sudan ucuz. Dəyərindən ucuz, əla bir nöqtədə, əla bir ərazidə yerləşir. Çox möhtəşəm, doğrudan da çox möhtəşəm bir şey. Kim baxsa bu evə heyran qalacaq. Qiymət də ki 235 min manat. Real müştərilərə təbii ki, qiymətdə endirim mütləq gözlənilir və olacaq. Əsas odur, evin də, torpağının da çarşı kopçası var. Tuz gölünə açılan mənzərə, hörmətli izləyicilərimiz. Əsas prospekt yola 250 metr məsafədə 12-13 otaq. Otaqların sayı belə yaddan çıxır. Qəşəng bir dözümlü monolit kolonun üzərində tikilmiş şəxsi evimiz 235 min manata təklif olunur. Real müştəri olsa mütləq qiymətdə endirim olunacaq. Buyurun, hörmətli izləyicilərimiz. Həyətini bir daha göstərim sizlər üçün. Sadəcə baxımsız vəziyyətdə qalıb, evində dörd bir tərəfinə keçib hərəkət etmək mümkündür. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.